Her vaktiniz xeyir olsun değerli Kanal 14 izleyicileri, hoş gördük sizleri. Değerli izleyicilerimiz, benim təqdim ettiğim bu görüntüler Cəbrayıl rayonunun Horovlu kendindendir. Bakın, mən görüntüleri yaxına çəkirəm. Yəqin ki səs eşidirsiniz. Gördüğünüz o dağın zirvesinde, hündürlüğünde quraşdırılan, deyilene göre Baksel ve Azersel'in antenalarıdır. Oradaki cihazları da işe salmaq için orada sesi gelen, işlək vəziyyətdə olan generatordur. O generator gece gündüz işləyir və diqqət edin səsinə. Yəqin ki hissedirsiniz ki insanın psixoloji yani təsir eden bir sestir. İnsana psixoloji bir təsir edir. Bu ses artık yaxın ətrafda yaşayan sakinləri bezdirib. Dünən bu haqda mən canlı yayımda qeyd etmiştim. Bir grup vatandaşlar, yani o ərazidə yaşayan kənd sakinləri mənə müraciət etdilər ki, Kemal müəllim, biz aidiyyatı qurumlara da demişik, ama xahiş edirik bu məsələni ictimailəşdirin. Biz artıq bezmişik, bu səsdə otura bilmirik. O sakinlər arasında xəstələr də var idi, yaşlılar da var idi. Hətta müharibədə kəllə beyin travması alan döyüşçülər də var ki, bugün bu generatorun səsindən beziblər. Bura köçürəndən, yəni bu səs davamlı olaraq belə işlək vəziyyətdədir. Səs gəlir. Bakın, yaxın məsafədə olanda daha gürdur. O ərazidə görürsünüz ki, evlərin həmin yüksəkliyi ilə 10-15 metr məsafəsi var. Diqqət edin. Çox yaxın məsafədədirlər. Səs də çox gür gəlir. Psixoloji təsir edir insanlara. Əlbəttə ki, görünən odur ki, o generator elektrik enerjisinin olmaması səbəbindən orada işlək vəziyyətdədir. Azersel, Baksel düşünürük ki, transformatorun quraşdırılmasının müəyyən məbləğ apardığı üçün bu generatordan istifadə edir. Amma vətəndaşların rahatçılığını nəzərə almırlar. Vətəndaşlar düşünülmür burada. Mən xahiş edirəm ki, Azersel və Baksel bu problemi tezliklə aradan qaldırsın. Generatorla transformator əvəzlənsin ki, sakinlər də rahat yaşaya bilsinlər. Gördüğünüz kimi orada az evde yoktur. Orada az yaşayış yoktur. Bakın bu kadar yaşayış var. Yaxına çəkirəm, bakın. Bu kadar insanlar orada yaşayır. Onlar qeyd ettiğim kimi onların arasında yaşlı, xəstə olan şəxslər var ki, bu səsdə bir mənalı olarak onlara çox pis təsir edir. Işıqlandırım, yaxına gətirim. Mən ümid edirəm ki, yani bu məsələyə aidiyyatı qurum da diqqət ayırar. Təbii ki, vətəndaşların bildirdiyinə görə aidiyyatı qurumların da diqqətinə çatdırıblar. Görünən odur ki, qurumlar şirkətə demiş olsa da hələ problem aradan kaldırılmayıb. Yəqin ki, bundan sonra Azersel ve Baksel şirkəti bu problemi tezliklə aradan qaldırar. Vətəndaşlar da öz rahatçılığına qovuşar.
Hələlik bu qədər. Təşəkkür edirəm.